Dərin quruluqdan səhra çölmədəni, psoriaz, toyuq dərisi, çatlamış qalınlaşmış dabanlar, quru dirsəkdən hər hansısa birindən mübarizə aparırsansa, sənə yaxşı bir xəbərim var. Bunların hamısını sadəcə bir aktiv maddə ilə yox eləmək mümkündür. Sidik cövhəri və ya urea tərkibli məhsullar. Dəyəri tam bilinmir, amma təsiri tam möcüzədir. Urea əslində dərimizin özündə olan təbii bir nəm maddəsidir. Bədənə yad deyil, ona görə də bu qədər effektivdir. Urea dərini təkcə nəmləndirmir, onu yumşaldır, incəldir, bərpa edir, qabıqları aradan qaldırır. Sadəcə dərinin üst qatına yox, həm də alt qatına suyu çəkir. Toyuq dərisi görünümünü əslində başqa bir videoda danışmışdım, amma bəs psoriaza necə kömək eləyir? Urea dəridəki qalın pulcuqları yumşaldır, onların tökülməsinə kömək eləyir, təsir etdiyin digər kremlərin də effektini artırır. Əgər problemin sadəcə quruluqdursa, o zaman 5%li urea tərkibli krem sənə yetərli olacaq. Həm dərini nəmləndirəcək, yumşaldacaq və dərini bərpa etməyə kömək eləyəcək. Qabıq-qabıq tökülmələr, toyuq dərisi, psoriaz varsa, o zaman 10%li yuyucu gel və 10%li bir krem istifadə eləsən, daha yaxşı bir nəticə alacaqsan. Yox, əgər qayadan da sərt topuqların, çatlamış və qalınlaşmış bir dərin varsa, o zaman 30-50% arası urea tərkibli bir krem istifadə eləsən, daha yaxşı nəticə görəcəksən. Amma nəzərə almalısan ki, bu ölçüdəki krem sadəcə həkim nəzarəti altında istifadə olunmalıdır və gündəlik istifadəyə uyğun deyil.